Bəzilərinin bir cür iştihadı var axı pul xərcləməkdə. Allahın dininin filan işlərə ehtiyacı var. Bu özü ictihad edir. Mən ancaq filan şeyə, könlünə xoş olan şeyə pul xərcləyir. Ürəyi belə istəyir bunun. Adamda anadan gəlmə müsbət xüsusiyyət olanda onu ağılına tabi elətdirə, prioriteti tapa ki, bu nəyə mən bunu eləsəm daha vacibdir. Yox, bunu düşünmür. Bunun zövqünü deyir, mənə heç kəs heç nə deməsin, mən filan şeyə vəsaitimi xərcləyirəm. Amma ondan 100 dəfə vacib işlər var ki, ona yaxın düşən yoxdur. Səxavətlərimizin böyük bir qismi ancaq bozbaş verməyə səxavətlidir. Aş verməyə səxavətlidir. Hələ o da az qismi, çox heç aş bozbaş da vermir. Amma hansısa bir dini işi qulpundan yapışasan, yardım eləyəsən ki, o iş yerdə qalmasın, hansısa bir dinə xidmət eləyən insana dəstək verəsən, hansısa bir kitabın nəşr olunmasına, görürsən ki, ağılına tabi elətdirməyib, öz zövqünə uyğun hərəkət eləyir. Allah gərək sözün qısası adama lütf eləsin ki, anadan gəlmə müsbət xüsusiyyətləri düzgün səmtə yönəltsin. Adam var anadan gəlmə qeyrətlə, anadan gəlmə mehribançılıqla, anadan gəlmə səxavətlə cənnətə gedir, bəziləri də həmin xüsusiyyətlərlə cəhənnəmə gedir. Müsbətləri ilə cəhənnəmə gedir. Biri yumuşaq adamdır, gülərüz adamdır. Gülərüzlüyün bir xüsusiyyəti nədir? Gülərüz adam özünə cəzb eləyir adamları. Bu, bunun xüsusiyyətidir. Kim xoş əxlaqdırsa, onu cəmaət çox istəyir. Peyğəmbərə də deyir ki, sən xoş əxlaq olmasaydın, bir dənə adam başında qalmazdı. Vay o gündən ki, din təbliğatçısı qaşqabaqlı olar, davakar olar, cəmaatla dava dilində danışar. Məsələn, bu mehriban adamdır, xoş əxlaq adamdır. Xüsusiyyət də budur ki, insanları özünə cəzb eləyir. İnsan var, bu anadan gəlmə xüsusiyyətindən istifadə eləyir. İnsanları xoş əxlaqı vasitəsilə dinə cəzb edir. İnsan da var, özünə, başına adam toplayır, şan şöhrətini artırsın. Həmin mehribançılıq bunun cəhənnəmə getməsinə səbəb olur, onun cənnətə getməsinə. Hərçənd ki, heç biri zəhmət çəkib qazanmamışdı, Allah vermişdi. Amma Allah verəni biri var ki, məsələn, bir mehriban adamdır, dindardır, əxlaqı ilə cəmaatı çəkir, özünə yox, ətrafını çoxaltsın, desinlər filan kəsin məscidində adam çoxdur. Dinə cəlb eləyir, mənəviyyata yönəldir. Adam da var, yox, o müsbət xüsusiyyətlərindən istifadə eləyir, say artırır ki, mənə salam verən çoxalsın, mənə təzim edən çoxalsın, mənə yer göstərən ki, gəl, keç burada otur, buyur orada otur, onunla da cəhənnəmə düçar olur. Bunların hamısı təhlil olunması məsələlərdir. Allah gərək lütf eləsin adama ki, adamın müsbət xüsusiyyətləri Allah yolunda sərf olunsun.